Tədqiqatçıların məqsədi batareyanın ömrünü uzatmaq üçün hansı sürücülük vərdişlərinin daha yaxşı olduğunu anlamaq olub. Zərif və sakit sürmə batareyanı daha uzun müddət sağlam saxlayır, yoxsa aqressiv və enerjili sürücülük batareyanı yaxşılaşdırır? Təəccüblüdür ki, sonuncu variant daha təsirli olub. Sludge Stanford Batareya Mərkəzinin alimləri 2 il ərzində elektrik avtomobilləri üçün istehsal olunan 92 kommersiya akkumulyator elementini sınaqdan keçiriblər. Bu sınaqlarda cəmi 47 müxtəlif enerji boşalma dövrü simulyasiya edilib. Bəzi testlər zərif sürməyi, bəziləri şossedə sabit sürətlə seyr etməyi, bəziləri isə sürətli sürətlənmə kimi daha güclü sürücülük ssenarilərini simulyasiya edib. Nəticədə isə yavaş şəhər trafiki, magistral yolda sürmə, regenerativ əyləc və bəzən sərt sürətlənmələr daxil olmaqla dəyişən sürücülük üslubları batareyanın sağlamlığı üçün ən yaxşı ssenarilər olub. Tədqiqat göstərir ki, bu cür sürücülük batareyanın ömrünü düz, sabit şossi ilə müqayisədə 38%-ə qədər uzadıb. Beləliklə, batareyalar daimi enerji istehlakındansa aşağı tezlikli, lakin bəzən yüksək cərəyan enerji tələblərinə daha yaxşı cavab verir. Bu aşağı tezlikli impulslar şəhər yerlərində dayanıb getmə nəqliyyatı və ya qısa sürətlənmə kimi vəziyyətləri təmsil edir. Batareyanın sağlamlığı onun sağlamlıq vəziyyəti SAI dəyəri ilə ölçülür və bu onun zamanla necə pisləşdiyini göstərir. Batareya 85% SAI səviyyəsinə çatdıqda o pik performansdan kənarda hesab olunur. Bu nöqtədə batareyanın tam boşalma doldurma dövrlərinin sayı və ya ekvivalent tam dövrlər EFC hesablanır. Ümumiyyətlə, batareya yaşa bağlı degradasiyanın böyük hissəsini yaşadıqdan sonra batareyanın həyat dövrünün əvvəlində baş verir. Əsas degradasiya amili 2 əsas amilin itkisinin birləşməsidir. Birincisi, müsbət elektrodlar, katod, yüksək gərginliklərdə daha qeyri-sabit olur, yəni batareyanın müsbət elektrodu yüksək yük səviyyələrində sürətlə pisləşə bilər.